Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə operativ münasibət bildirməsi ilə seçilir. 79 yaşlı professor prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra verdiyi kəskin açıqlamalarla ictimai diqqəti öz üzərinə toplaya bilib. Mətbuat az keçmiş nazirin son bir neçə ayda fəallaşması ilə bağlı məlumat əldə edib. Məlumata görə Mərdanovun son vaxtlar özünü siyasi fiqur kimi aparmasının iki əsas səbəbi var. Birinci səbəb professorun yaxın çevrəsinə də bəllidir. Misir Mərdanov hesab edir ki, onun işdən çıxarılmasında əsas rolu o vaxt prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev oynayıb. Aradan 12 il keçməsinə baxmayaraq, Mərdanov Mehdiyevi bağışlaya bilmir. Professor irəli sürdüyü ittihamlar, səsləndirdiyi mülahizələrlə akademikdən qisas alır. İddia olunur ki, Elm və Təhsil Naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inananlardan biri də Misir Mərdanovdur. Professor nazir postuna özünü ən real namizəd sayır.